Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Möminlərin dayısı kimdir? Muaviyə radiyallahu anh. Sən istəməsən belə, qəzəbindən ölsün belə. Hətta yalandan iman etdiyini deyib, qəbul etsin belə. Oxuduğun Allahın kitabının Muhammed sallallahu aleyhi ve sellem Muaviyə radiyallahu anh çağırırdı ki, gəl yaz, sən yaz. Səncə bu boşundan oldu mu? Kim seçmişdi öz kitabının yazılması üçün katib olmağa Muaviyə radiyallahu anh? Allah seçmişdi. Resulü da yazmağa əmr etmişdi. Sən istəməsən belə. Sən istəməsən belə. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Əhlüsünnədən olan qardaşımızın iddiası ilə bağlı 3 məqama diqqət yetirək. Birinci məqam. Qardaşımız iddia edir ki, güya Muaviyə vəhiy katibi olub. Halbuki heç bir mötəbər Əhlüsünnə mənbəyində Muaviyənin vəhiy katibi olması yazılmayıb. Bu iddianı təsdiqləyəcək bircə səhih hədis də yoxdur. Tam əksinə, Muaviyənin vəhiy katibi deyil, Məkkənin fəthindən sonra atasının xahişi ilə ərəb qəbilələri ilə yazışmalar aparmaq üçün Peyğəmbərin yanında katiblik etdiyinə dair səhih hədislər mövcuddur. Gəlin Əhlüsünnənin mötəbər tarixi mənbələrinə müraciət edək. 13-cü əsrin məşhur Əhlüsünnə alimi İbn Teymiyənin tanınmış tələbələrindən olan Şəmsüddin Əz-Zəhəbi rical sahəsində yazdığı Sirətü Aləmən Nübələ əsərində bunları qeyd edir. Zeyd bin Sabit vəhiy katibi idi. Muaviyə isə Peyğəmbərlə ərəblər arasında katib idi. Əz-Zəhəbi Sirətü Aləmən Nübələ cild 3 səhifə 122. Muaviyənin vəhiy katibi deyil, sadəcə Peyğəmbər məktublarını yazan katib olması aşağıdakı Əhlüsünnə mənbələrində də öz təsdiqini tapır. İbn Səd Ət-Təbəqat Əl-Kubra cild 7 səhifə 406, İbn Kəsir Əl-Bidayə və Nihayə cild 8 səhifə 120, İbn Həcər Əl-Əsqəlani Əl-İsabə fi Təmyiz Əs-Səhabə cild 6 səhifə 120 və s. Şahidi olduğumuz kimi, Muaviyə Quran ayələrini yazan katib deyil, ərəblərlə məktublaşma aparan katiblərdən olub. Muaviyənin güya vəhiy katibi olmasını iddia edən qardaşımıza belə bir xahişlə müraciət edirik. Lütfən, Muaviyənin vəhiy katibi olmasını təsdiqləyən bircə səhih hədis göstərin. Əziz qardaşım, belə bir hədis yoxdur. Muaviyənin vəhiy katibi olması iddiası ağ yalandır, uydurmadır. İkinci məqam. Qardaşımız iddia edir ki, güya Muaviyəni Allah vəhiy katibi təyin edib. Kim seçmişdi öz kitabının yazılması üçün katib olmağa Muaviyə radiyallahu anh? Allah seçmişdi. Resulü da yazmağa əmr etmişdi. Sən istəməsən belə. Bu da ağ yalan və Allaha iftiradır. Səhih Müslim əsərində səhabə Əbu Zümeyldən nəql olunan və Əhlüsünnə tərəfindən səhih olaraq qəbul edilən hədisdə deyilir ki, müsəlmanlar Əbu Sufyanla oturub durmurdular və o, Allah Rəsulunun yanına gəlib ondan 3 şeyi xahiş edərək dedi. Ərəblərin ən yaxşı və ən gözəl qızı Ümmü Həbibə bint Əbu Sufyan mənim qızımdır. Onu səninlə evləndirim. Peyğəmbər razılaşdı. Əbu Sufyan ikinci istəyi olaraq bunları dedi. Muaviyəni öz yanında katib götür. Peyğəmbər də razılaşdı və onu yanında katib götürdü. Hədisin davamında ravi Əbu Zümeyl deyir: Əgər Əbu Sufyan bunları istəməsəydi, Peyğəmbər bunları etməyəcəkdi. İmam Müslim Cami-əs-Səhih Kitab-ı Fədail Əs-Səhabə Əbu Sufyan bin Hərbin fəzilətlərindən bölməsi. Hədis 2501. İndi qardaşımız aydınlıq gətirib desin. Muaviyənin güya Allah tərəfindən vəhiy katibi təyin edildiyini hansı əsasla iddia edir? Doğrudanmı qardaşımız Müslimin səhih hədisində Muaviyənin məhz atası Əbu Sufyanın xahişi ilə katib təyin edildiyindən xəbərsizdir, yoxsa Allah eləməmiş qəsdən yalan danışıb izləyiciləri alladır? Ən əsası, nə məqsədlə Allaha iftira atır? Allah harda, nə vaxt Muaviyəni katib təyin etdi? Qardaşımızın bu sualımıza da konkret cavab verməsini rica edirik. Eyni zamanda qardaşyana soruşuruq. Muaviyəni fəzilətli göstərmək üçün Allaha iftira atmağa dəyərdimi? Üçüncü məqam.
Yuxarıda deyilənlərdən aydın oldu ki, Muaviyə bin Əbu Süfyan vəhiy katibi olmayıb, sadəcə ərəb qəbilələri ilə Peyğəmbərin yazışmalarında katiblik edib. Amma gəlin fərz edək ki, Muaviyə elə vəhiy katibi olub. Sən istəməsən belə, qəzəbindən ölsən belə. Hətta yalandan iman etdiyini deyib, qəbul etsən belə, oxuduğun Allahın kitabının Muhammed sallallahu aleyhi ve sellem Muaviyə radiyallahu anh çağırırdı ki, gəl yaz, sən yaz. Burada qəzəbdən öləcək nə var ki, məgər Allah Rəsulunun vəhiy katibləri içərisində hətta sonradan İslam dinindən dönən birisinin olduğunu qardaşımız bilmir? Bilmirsə, nəzərinə yetirək. Əhl-i Sünnənin mötəbər mənbələrində vəhiy katibi olub, sonradan dindən çıxmış məşhur səhabə Abdullah bin Səd bin Əbi Sər haqqında məlumat verilir. O, Peyğəmbərin vəhiy katiblərindən olmuş, lakin daha sonra İslamdan çıxaraq Mədinədən Məkkəyə qayıtmışdır. Səhih Əl-Buxari vəhiy katibi olmuş bu şəxs barəsində Məkkənin fəthi hadisəsi zamanı Peyğəmbərin xüsusi hökm verdiyini qeyd edir. Səhih Əl-Buxari, Kitab Əl-Məğazi, Məkkənin fəthi bölməsi, hədis 4301. Əhl-i Sünnə mühəddis və tarixçiləri Abdullah ibn Səd ibn Əbi Sərh adlı bu səhabənin əvvəllər vəhiy katibi olub, nazil olan ayələri yazdığını, sonra isə mürtəd olduğunu açıq şəkildə qeyd edirlər. Təbəri onu vəhiy katibi ikən İslam dinindən çıxan şəxs kimi təqdim edir. Tarix Ər-Rusul vəl-Muluk, cild 2, səhifə 357. İbn Kəsir də eyni məlumatı təsdiqləyərək, onun sonradan Osman bin Əffanın şəfaəti ilə Peyğəmbər tərəfindən bağışlandığını yazır. İbn Kəsir, Əl-Bidayə və Nihayə, cild 4, səhifə 313. İbn Əsir və sair kimi sünni müəlliflər də Abdullah ibn Sədi vəhiy katibi olduqdan sonra İslamdan çıxan bariz nümunə kimi qeyd edirlər. İbn Əsir, Əl-Kamil fit-Tarix, cild 2, səhifə 279. Qardaşımıza sual. Dindən çıxan bu adamı da Allah vəhiy katibi seçmişdi. Axı Muaviyə haqqında iddianız belə idi. İndi Abdullah ibn Səd vəhiy katibi olub deyə qəzəbdən ölməliyik ki, Sən istəməsən belə, qəzəbindən ölsən belə. niyə? Əziz qardaşım, hər kəsin özü öz imanı və əməlinə görə cavabdehdir. Allah Rəsulunun səhabələri və katibləri arasında ləyaqətli olanları da olub, dindən çıxanları da, ləyaqətsizlik edənləri də, bir-birinə qarşı qılınc qaldırıb minlərlə səhabə və tabiinin qətlinə səbəb olanları da. Təəssüf ki, Allah Rəsulunun səhabəsi və ya hətta vəhiy katibi olması heç kəsin iman və salih əməl sahibi olması üçün zəmanət vermir. Hər halda danılmaz tarixi faktlar bizə bunu öyrədir. Sonda Muaviyəyə təriflər söyləyən qardaşımıza bu vacib məqamı xatırladaq. Qardaşım, Muaviyə ilə bizim əsla şəxsi ədavətimiz yoxdur. Muaviyəyə qarşı münasibətimiz yalnız Allahın kitabı və Allah Rəsulunun buyurduqlarına əsaslanır. Muaviyə legitim xəlifə Əli bin Əbu Talibə qarşı çıxıb, qılınc qaldıraraq onunla savaşıb, fitnə salaraq 10 minlərlə səhabə və tabiinin ölümünə səbəb olub. Allah Rəsulu isə buyurub: "Ey Əli, səni yalnız mömin sevər və sənə yalnız münafiq qarşı çıxar." Bu hədis Əhl-i Sünnəyə görə də səhih sayılır. Bax qardaşım, biz də Allah Rəsulunun buyruğuna əsasən Əliyə qarşı çıxanları, fitnə salaraq Əli 10 minlərlə müsəlman qanına bulaşmış qatilləri mömin yox, münafiq sayırıq. İstər bizim əmimiz olsun, istərsə də dayımız.